TikTokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşad qızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Stop Narkotikas xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən şəxs ifadə verib, mən narkoman deyiləm. Mənə böhtan atıblar. Aparıb qanımı yoxladırlar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub. Evimə qayıtmaq istəyirəm. Təqsirləndirilən şəxsin vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsaiti təmin etməyib. Növbəti prosesdə şahidlər dindiriləcək. Proses iyunun 11-də davam etdiriləcək. Qeyd edək ki, İlhamə Elşad qızına Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi üzrə ittiham irəli sürülüb. TikTok əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev, Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhamə Elşad qızı aparıcı Azər Zahid tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.